Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance-in Azərbaycan və Ermənistana gözlənilən səfəri həm istiqamətləri, həm də səfərin özü ilə diqqət çəkir. Vance fevralın 9-da İrəvanda, bir gün sonra Bakıda olacaq. Səfərin məqsədi Amerika Birləşmiş Ştatlarının keçən il Ağ Evin vasitəçiliyi ilə əldə olunmuş Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına dəstəyini yenidən təsdiqləməkdir. Səfərin əhəmiyyətini şərh edən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sabiq əməkdaşı Paul Goebel bu mənada geniş regional konteksti vurğulayıb. Azərbaycan və Ermənistan Amerika Birləşmiş Ştatları üçün getdikcə daha əhəmiyyətli olur. Təkcə ona görə yox ki, hər iki ölkə Moskvadan uzaqlaşıb və Trump marşrutu layihəsini dəstəkləyir. Həm də ona görə ki, İran ətrafındakı gərginlik şübhəsiz Cənubi Qafqaza da təsir edəcək. Vance'in səfəri bu baxımdan təkcə protokol xarakteri daşımır, həm də bölgədə sabitliyi gücləndirmək məqsədi daşıyır. Goebel'ın sözlərinə görə, vitse-prezident Bakı və İrəvana Amerika Birləşmiş Ştatlarının dəstəyini təsdiqləmək və tərəfləri seçdikləri yolda ruhlandırmaq üçün gəlir. Regionun cənubundakı qeyri-sabitlik, şimalda təhlükəsizlik hesablamalarına tez bir zamanda təsir göstərə bilər. Səfərin vaxtı da bu yanaşmanı izah edir. Amerikada keçiriləcək ara seçkilər daxili siyasi gündəmdə rol oynasa da, Goebel hesab edir ki, əsas amil bu deyil. Məncə, İran ətrafındakı mövcud problemlər səfərin vaxtını ara seçkilərdən daha yaxşı izah edir. Mənbə qeyd edib ki, James David Vance, Amerika Birləşmiş Ştatlarının bir sıra vacib seçki bölgələrindəki əhəmiyyətli erməni seçici kütləsini və öz siyasi ambisiyalarını nəzərə alaraq mümkün daxili siyasi təsiri də anlayır. Sülh sazişinin pozulması halında Vaşinqtonun reaksiyası ayrıca məsələdir. Post-münaqişə mühitində də qarşılıqlı ittihamlar baş verir. Cənubi Qafqaz da istisna deyil. Vaşinqton yaxşı bilir ki, hər iki tərəf 2025-ci ilin avqustunda Trump vasitəsilə əldə olunmuş razılaşmanın pozulmasında bir-birini ittiham edəcək, Goebel vurğulayıb. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının məqsədi təkcə qiymətləndirmə aparmaq yox, həm də belə ittihamların açıq eskalasiyaya çevrilməsinə imkan verməməkdir. Analitikin fikrincə, məsələ vəziyyətin idarə olunmasıdır. Sazişi qoruyub saxlayan hər iki tərəfi Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə təmin etməkdir. Beləliklə, Vance'in səfəri təkcə protokol xarakteri daşımır. Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda sabitliyin qorunması və təsirinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə bölgədə artan qeyri-müəyyənlik şəraitində. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.